Salam əziz izləyicilər, hərbi xidmətə çağırışla bağlı xeyli müraciətlər var. Bəzi valideynlər müraciət edərək övladının hansısa xəstəliyinin olduğunu və onun hərbi xidmətə çağırılıb çağırılmayacağı barədə müraciətlər edirlər. Onun cavabını soruşurlar məndən. Mən düzdür, mütəxəssis deyiləm, amma bildiyim məlumatı təqdim etmək istəyirəm. Ümumiyyətlə, hərbi xidmətə çağırış zamanı, ilkin hərbi qeydiyyat zamanı və ya hərbi xidmətə çağırış zamanı geri dönməz xəstəliyi varsa, yəni reabilitasiya olunmayan, müalicə olunmayan xəstəlik varsa, həmin şəxslər bir dəfəlik olaraq hərbi xidmətə çağırılmırlar və onun haqqında qərar çıxarılır. Hətta əlillik təyinatı da aparıla bilər. Bəzi xəstəliklər var ki, yoluxucu xəstəliklər və digər bu kimi ağır xəstəliklər var ki, onların haqqında da müvəqqəti olaraq orduya yararsız kimi qeydiyyatlar aparılır və bəziləri isə müalicəyə göndərilir, müalicədən sonra qərar verilir. Ümumiyyətlə, bu hərbi xidmətə çağırılan zaman bu xəstəliklərin siyahısı çox uzundur və onun dəyərləndirməsi də mütəxəssislər, həkim mütəxəssislər tərəfindən aparılır. Amma elə dediyim kimi, elə xəstəliklər var ki, onun haqqında konkret olaraq qərar qəbul edilir və hətta əlillik təyinatı aparıla bilər. Məsələn, cırtdanboyluqla bağlı, biz geri dönməz xəstəlik, cırtdanboyluq, fiziki inkişafdan geri qalma varsa, ayrı problemlər varsa və bu orqanizmin müəyyən hissəsinin deməli pozulması demək kimi qiymətləndirilir və onun haqqında konkret qərar qəbul edilir. Yanaşı heç bir ağırlaşma olmadan, yalnız cırtdanboyluq zamanı 40% orqanizmin funksiyalarının pozulmasına görə əlillik təyin edilir. Cırtdanboyluq kişilərdə 130 sm müəyyənləşdirilib. Cırtdanboyluqla yanaşı şəxsdə müxtəlif nevroloji, psixoloji və digər ağırlaşmalar müşahidə edilərsə, meyarlara əsasən həmin ağırlaşmalar da əlilliyin qiymətləndirməsi zamanı nəzərə alınır. Hərbi xidmətə çağırış zamanı boy və çəki nisbəti komissiya tərəfindən fiziki inkişafın kifayətliliyi çərçivəsində qiymətləndirilir. Boyun həddindən artıq qısa olması tibbi müayinə zamanı fiziki inkişafın geri qalması kimi qiymətləndirilə bilər və bu da xidmətə yararlılıq dərəcəsinə təsir edir. Dediyim kimi, yəni mən cırtdanboyluğu burada misal kimi çəkdim. Digər xəstəliklər də ola bilər ki, onlar haqqında da konkret qərar qəbul edilir və bir dəfəlik hərbi xidmətə yararsız kimi hesab edilə bilər. Hətta dediyim kimi, yəni əlillik təyinatı aparıla bilər, amma aparılmaya da bilər. Ümumiyyətlə, ilkin hərbi qeydiyyata götürülərkən və ya hərbi xidmətə çağırılarkən vətəndaşın şəhadətləndirməsi nəticəsində onun hərbi xidmətə yararlılığı haqqında çağırış komissiyası aşağıdakı kateqoriyalar üzrə rəy çıxarır. A kateqoriyası, yəni o deməkdir ki, həqiqi şəxs həqiqi hərbi xidmətə yararlı hesab edilir. B kateqoriyası sıradan kənar həqiqi hərbi xidmətə yararlıdır. Sıradan kənar. C kateqoriyası dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı. Yəni C kateqoriyası təyin edilirsə hərbiyə çağırılan şəxs haqqında bu aparılmır. C deməli kateqoriyası var ki, həqiqi hərbi xidmətə müvəqqəti yararsızdır. Bu dediyim kimi də burada bunlar haqqında da qərar qəbul edilir ki, müalicəyə, reabilitasiya cəlb olunsun və müəyyən müddətdən sonra, 3 aydan sonra və yaxud 1 ildən sonra və yaxud 3 ildən sonra gəlsin təkrar müalicədən, qiymətləndirmədən keçsin. Yəni bunu onlar ekspertlər ya çağırış komissiyaları özləri, hərbi komissarlıq özləri müəyyən edir ki, həmin şəxs nə vaxt gəlib yenidən qeydiyyatdan keçməlidir, qiymətləndirilməlidir onun vəziyyəti. Burada sonuncu D kateqoriyası var ki, bu hərbi uçotdan çıxarılmaqla şəxs hərbi uçotdan çıxarılır və həqiqi hərbi xidmətə yararsız hesab edildiyi elan edilir. Ola bilsin ki, bunun haqqında da yəni konkret əlillik təyinatı aparıla bilər həmin şəxs haqqında və bir dəfəlik olaraq həmin şəxs orduya çağırılmır. Amma dediyim kimi, hər deməli xidmətə yararsız hesab edilən şəxs də əlil ola bilməz, ya onun haqqında əlillik təyinatı aparıla bilməz. Onlar dediyim kimi müəyyən mərhələlərdən sonra təzədən çağırılır və qiymətləndirmə aparılır. Ola bilsin ki, təkrar qiymətləndirmə zamanı reabilitasiya dövrü keçəndən sonra vəziyyət yaxşılaşır və uyğunluq hesab edilir. Uyğun olduğu təqdirdə o hərbi xidmətə çağırıla bilər.